değerli izleyicilerimiz, biz hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan, əslən Qarabağlı olan, lakin Qarabağın üzünü görməyən, o torpaqlar uğrunda canını fəda edən Salih Namiqoğlu Əliyevin ev muzeyindəyik. Bugün bura yığışmaqda bizim bir məqsədimiz, bir amalımız var. Bax, bu qəhrəman oğlumuzu dünyaya gətirən qəhrəman oğul anası, Solmaz anamız inşallah ümrə ziyarətinə yola düşəcək və biz özümüzə borc bildik. Mənim yanımda olan şəhid anaları, vətənsevərlərlə birlikdə Solmaz anamıza yaxşı yol deyək, ziyarətin qəbul olsun deyək və istədik ki, Solmaz ananın bugün yanında olaq. Mən özüm də əslən o doğma Qarabağ torpağındanam, o Füzuli torpağındanam, o torpağın yetişdirməsiyəm. Salih mənim oğlum yaşındadır. Salih mənim arzularımın, xəyallarımın puç olduğu torpaqlar uğrunda döyüşərək, şücaətlə döyüşərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Xəyallarında yaşatdığı o doğma Qarabağı canlı-canlı görərək mənfur düşmən tapdağından azad etdi. Ölümü ilə ölümsüzlüyü qazandı. Bugün qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün deyərək, bax, bizim bu qəhrəman oğlumuz da ölümün gözünə ölümsüz baxaraq qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Əbədiyyən adını bir ömür boyu dastanlara yazdı. Mən istəyirəm ki, elə ilk öncə Salihi dünyaya gətirən Solmaz ananı dinləyək. Sağ olun Azər xanım, Allah köməyiniz olsun, Allah razı olsun analardan, Arzu xanım, Leyla xanım, sizlərdən təşəkkür edirəm. Gələn ayaqlarınız var olsun. Allah ziyarətinizi qəbul eləsin. Allah ürəyi istəyir gedə bilməyənlərin hamısına nəsib eləsin. Məni göndərənə də təşəkkür edirəm. Allah canına sağlıq versin, ruzusuna bərəkət versin. Allah bütün imkan olanlardan arzulayarım, imkan olmayanları göndərsin. İnşallah, inşallah. Könüllərinə insaf salsın. Bu yola hamı geçsin. Allah hamımıza qismət eləsin. Amin inşallah. Bilmirəm, hələ mən necə fikirlərimi çatdırım, çox həyacanlıyam. İnşallah ki, yaxşı olur hər şey. Yaxşı olacaq, qəbul Çox eləsin. sağ ol. Allah razı olsun sizdən. Allah şəhidlərimizin məkanını cənnət eləsin. Yerləri rahat olsun. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Ordumuzu, dövlətimizi, millətimizi Allah qorusun. Təşəkkür edirəm Mən sizlərə. sizə təşəkkür edirəm. Solmaz ana bir xala ana yarısıdır. Burada Salihin xalası var. Elə istəyirəm ki, həm bacısına ürək sözlərini çatdırsın, həm də bir iki kəlmə öz ürək sözlərini desin. Buyurun. Mən deyirəm, bacıma yaxşı yol arzulayıram. O oğlunun hamısı Salihin nəfər deyil, onun namı nədir? Yəni Allah onu bu yola şəhid elədi ki, anası da bu zirvələri ucalsın, bu yolu geçsin. O həmişə istəyərdi ki, onun valideynləri yaxşı olsunlar. Yine anasına yaxşı yol, uğurlar arzulayıram. Allah sizlərdən də razı olsun ki, siz heç vaxt bu şəhid anası Solmazı və bu şəhid anaları unutmursunuz. Yəni sizləri deyirəm, Raziyə xanımı deyirəm, Arzu xanımdır, Leyla xanımdır. Borcumuzdur. Bizə həmişə biz sizə minnətdarıq. Allah can sağlığı versin. Kim ki bu şəhid valideynlərini itirib axtarır, bu şəhidləri yada salır, həmişə Allahın yadında olsunlar. Allah hamımıza can sağlığı versin. Solmazın da yol açıq olsun, sağ-salamat geçsin, sağ-salamat qayıtsın, evin eşiyinə, bax bu şəhid balasının yanına qayıtsın. İnşallah, inşallah. Təşəkkür edirəm sizə. Burada bizim analarımız var. Hər biri bizim üçün dəyərlidir. Amma elə istəyirəm ki, Solmaz anaya xeyir duanı bir Hacı xanımımız var. İki övlad itirmiş bizim dəyərli şəhid anamız Leyla ana versin. Mən də şəhid Əhməd Ülqarın, kəşfiyyatçı Əhməd Ülqarın anasıyam. Bu da Solmaz bacıma, o ziyarəti mən gedib, o hissi, o gözəlliyi, o daddığım üçün o sizə uzun ömür, can sağlığı arzulayıram, xoş günlər arzulayıram. Sağ gedib salamat gələsən. Allah getməyənlərə qismət eləsin. Çünki o gözəl ziyarətdir. O ziyarətə gedən yenə getmək istəyir. Allah bir daha getməyi nəsib etsin. Bizim grubumuz var. Grubumuzun ağbilçəyi Flora ana buradadır. O bizim anamızdır, grubumuzun anasıdır, analarımızın anasıdır. Buyur Flora ana.
Mən də bugün bura gəldiyimə görə Raziyə xanım, Leyla xanım, sizə öz minnətdarlığımı bildirirəm ki, bu gözəl bir gündə bizi də bura dəvət elədiniz, gəldiniz. Bəli, olmaz qızım. Allah sənin bu getdiyin gözəl yolda sənə uğurlar. Can sağlığı, uzun ömür, sağ salamat gedib, sağ salamat gələsən. Nə dualar eləyəcəksən, hamısı müstəcəb olsun, həyata keçsin. Allah o babanın məqamını uca, ruhunu şad eləsin. Yerdə qalan balalarını, nəvələrini qorusun. Allah səni o göndərən insanın ruhsunu 10 qat başından döysün ki, belə bir gözəl hərəkətlə o səni sevindirir. Elə biz sən sevinirsən, biz də sənə baxıb sevinirik. Qızım, sağ salamat gel, sağ salamat gəl. Qoy bizim şəhidlərin ruhu şad olsun ki, bəli, bizim analarımız yaddan çıxmır. Bizim əvəzimizdə bizim analarımızı sevindirən oğullar da var. Var olsun elə oğullardan da biri ki, səni yola salır. Allah can sağlığı versin. Mənim dəyərli Elmira anam, nə qədər ağır olsa da, amma hər zaman siz bizim yanımızda olursunuz. Elə Solmaz anaya bugün istəyirəm ki, xoş ürək sözlərinizi deyəsiniz. Əlbəttə ki, Solmaz xanımı tanıyırdım, indi laf yaxından tanıdım. Solmaz xanım, sizə yaxşı yol, Allah yolunuzu uğurlu eləsin. Ora çatanda itkinlərin tapılması için İnşallah. Allah da olur. İnşallah. İnşallah. Tat kadar işler inşallah. İnşallah. Bəli, qəhrəman oğullarımız can verdilər yurdu yaşatmaq üçün. Yurdumuzun üç rəngli al bayrağı daima ucalarda dalğalansın. Necə ki, indi qürurla Doğma Qarabağın hər bir gölşəsində Azərbaycan bayrağı gülümsəyərək qürurla dalğalanır. Nur üzlü şəhidlərimiz, məkanınız cənnət olsun. Burada bizim bir qonağımız var. O qonaq ki, əslən Ulu Borçalıdan olan, ürəyi hər zaman Azərbaycanla döyünən, xaricdə yaşayan bizim soydaşımız Leyla xanım Əhmədovadır. Mən istəyirəm ki, Leyla xanım, siz də öz ürək sözlərinizi deyəsiniz, sonra biz təqdimatımızı eləyək. Mən də bugünkü günü çox qürurla gəldim Solmaz anama. Ziyarət etdim ki, geçsin, yol açıq olsun. Allah bütün dualarını qəbul eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Mən elə başa düşürəm ki, bizim şəhidimizin ruhu şaddır ki, anası Ümrəyə gedir, ziyarətə gedir. Qarşınızda baş əyirəm, hər birinizin əllərinizdən öpürəm şəhid anaları. Yolunuz açıq olsun. Leyla xanım, bizim anamız həsrətlə, bax bu şalı gözləyirdi ki, Ümrəyə aparacaq. Bu şalı anaya təqdim eləyin, zəhmət olmasa. Mən Solmaz ana dedim ki, siz bunun arzusundasınız. Bu da sizə Ne güzel, ne güzel. nə gözəl. Allah razı olsun. Teşekkür ederim. Sağ olun. Allah köməyiniz olsun. Hiç Şəhidlərimizin sizlərə bağışlayın, şəhidləri yada salanları, şəhid ailələrini yada salanları Allah kömək olsun. Allah razı olsun sizdən. Bəli, dəyərli izləyicilərimiz, bizim burada bir vətənpərvər xanımımız da var. Daima şəhid sevgisi ilə yaşayan, daima qəlbi şəhid oğulların sevgisi ilə döyünən xanımdır. Baxıram bayaqdan, o da göz yaşlarını saxlaya bilmir, göz yaşlarına hakim ola bilmir. O idman arenalarında hər zaman bayraqlarımızı yüksəkliklərə qaldıran xanımlarımızdandır. Orada hər bir qüvvənin qarşısında hakim ola bilir, amma anaların qarşısında təbii kimi, hamımız kimi o da göz yaşlarına hakim ola bilmədi. Arzu xanıma istəyirəm ki, o da Solmaz anaya öz ürək sözlərinə xoş sözlərini desin. Bugün ağlamaq olmasın. Bugün Solmaz ana elə bir uzaq səfərə çıxır ki, biz ona xoş sözlərimizi deyək, onu yola salaq. Sevinç gözürsünüz. Ben Arzu Selva, Azərbaycan Hükümətisi, Əsir Ermənisi, Fatihlər.az informasiya agentəsinin baş redaktoru və məşqçi müəllim olaraq bugün gəldim Solmaz ana. Deyirsiniz, siz mən həmişə şəhidlərimizin analara, övladların adı ilə müraciət edirəm. Salihin maması. Gəldim sizinlə görüşüm. Sizin yolunuz açıq olsun. Ay kimi aydın, günəş kimi parlaq yol gedib gələsiniz. Yolunuz həmişə işıqlı olsun. Mən sizi çox istəyirəm. Sizlər, vallahi siz şəhid analara hər biriniz, mənim üçün çox dəyərlisiniz. Bilirsiniz, mən həmişə danışanda deyirəm ki, Raziyə xanım bizim idmançılar həqiqətən Salihdə idmançı olub. Bir zaman o da
məşq eləyib, güləşib, bayraq ucaltsınlar. Bəli, bayaq gözəl dediniz. Özü görmədiyi torpaqları azad etdilər. Və arzu edirəm ki, onların ucaltdığı bayraqlar həmişə yüksək zirvələrdə dalğalansın. Və çox istəyirəm ki, Salehin maması gedəndə Salehin bayrağını və Salehin hansı ki şəkli o səndə o bayraq onu mütləq aparsın. Allah yolunuzu açıq eləsin. Allah sizə səbir versin. Elə salıb satan hazırda bu şeydə Hər kimin ürəyində arzusu var ki, o yolu getmək, o yolu Allah versin. Hər birimizin əziz analar, əllərini, gözlərinizdən öpürəm. Allah sizə səbir versin. Raziyə xanım, siz də çox sağ olun. Gəlirsiniz, yada salırsınız. Allah razı olsun. Çox sağ Siz olun. də sağ olun. Mən sizin hər birinizə təşəkkür edirəm. Solmaz ana sizə Can Qarabağ, Can Şəhidin qrupu anaları, bacıları adından yaxşı yol deyirəm. Onların sizə salamlarını çatdırıram. Arzu xanım burada yoxdur. Onun da sizə salamı, sevgisini çatdırıram. Yəni hər birimizin ürəyi sizinlədir. Özləri burada olmasalar da ürəkləri sizinlədir. Var olsun şanlı müzəffər ordumuz, var olsun doğma Azərbaycanımız, var olsun Ali Baş Komandanımız. Şəhidlər ölməz, vətən bölünməz. Solmaz ana, biz heç vaxt bu igid oğulların haqqını unutmarıq. Sağ gedin, salamat gəlin inşallah. Var olsun Azərbaycanımız, yaşa Azərbaycan.